Əl-İsra, gecə vaxtı seyr və ya Bəni İsrail, İsrail oğulları surəsi Məkkədə nazil olmuşdur. 111 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Subhanəl-ləzî əsrâ bi'abdihi leylen minəl məscidil harami iləl məscidil aqsəl-ləzî bâraknâ havleh إلى المسجد الأقصى الذي باركنا حوله لنريه من آياتنا إنه هو السميع البصير. Öz bəndəsini, Mühəmmədi sallallahu aleyhi və alihi və səlləmi özümüzün tövhid, qüdrət və hikmətimizi, bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscid-ül-Həramdan ətrafını nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə mübarək, bərəkətli etdiyimiz Məscid-ül-Əqsaya aparan Allah hər bir eybdən pak və nöqsansızdır. Əlbəttə, öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını eşidən və onların hamısının halını görən O'dur, O Allahdır. وَآتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ هُدًى لِبَنِي إِسْرَائِيلَ أَلَّا تَتَّخِذُوا مِن دُونِي وَكِيلًا. Biz Musaya kitab, Tövrat və səhifələr verdik və onu və onun kitabını İsrail övladlarının bələdçisi etdik ki, onlara məndən başqa heç kəsi dünya və axirət işlərinizin vəkil və idarə edəni tutmayın desinlər. ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ إِنَّهُ كَانَ عَبْدًا شَكُورًا. İsrail övladları Nuhla birlikdə gəmiyə mindirdiyimiz kəslərin övladlarıdır. Çünki o, şükr edən bir bəndə idi. وَقَضَيْنَا إِلَى بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا. Biz İsrail övladlarına Tövrat kitablarında qəti hökm verdik və elan etdik ki, şübhəsiz siz yer üzündə, Fələstində 2 dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız. فَإِذَا جَاءَ وَعْدُ أُولَاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَنَا أُولِي بَأْسٍ شَدِيدٍ فَجَاسُوا خِلَالَ الدِّيَارِ وَكَانَ وَعْدًا مَفْعُولًا. Beləliklə, o 2 itaətsizliyin birincisinin cəzasının vəd edilmiş vaxtı çatanda, özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə, onlar sizi öldürmək üçün hətta evlərin içini axtararlar ki, heç kimi diri qoymasınlar. Bu baş verəcək qəti bir vəddir. ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا. Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər
və sizi say baxımından onlardan çox edərik. إن أحسنتم أحسنتم لأنفسكم وإن أسأتم فلها فإذا جاء وعد الآخرة ليسوءوا وجوهكم وليدخلوا المسجد كما دخلوه أول مرة وليتبروا ما علوا تتبيرا. Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər itaətsizliyin cəzasının vəd edilmiş vaxtı çatanda, üzlərinizi məğlubiyyətin və əzabın şiddətindən qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi məscidə, Məscid-ül-Əqsaya daxil olmaq və əllərinə keçəni məhv etmək üçün üzərinizə düşmənlər göndərərik. عسى ربكم أن يرحمكم وإن عدتم عدنا وجعلنا جهنم للكافرين حصيرا. İkinci məğlubiyyətdən sonra, əgər tövbə edib haqqa üz tutsanız, ümid var ki, Rəbbiniz sizə rəhm etsin və dövlət və müstəqilliyinizi yenidən qaytarsın. Və əgər fəsada qayıtsanız, biz də cəza verməyə qaydarıq. Biz cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik. İnna hadzal Qur'an yahdi lillati hiya aqwam və yubashshirul mu'minin ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا كبيرا. Həqiqətən bu Qur'an insan cəmiyyətini ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə onlar üçün dünyada və axirətdə böyük bir mükafat olması müjdəsini verir. وَأَنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا. Və axirətə iman gətirməyənlər üçün isə ağrılı bir əzab hazırlamağımızı. وَيَدْعُ الْإِنسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ وَكَانَ الْإِنسَانُ عَجُولًا. İnsan həqiqəti bilmədiyi üçün yaxud qəzəb halında Allahdan xeyir istədiyi kimi şər və zərər də istəyir. İnsan təbiyyətcə tələsəndir. Nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir. وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُوا فَضْلًا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلًا. Biz gecə ilə gündüzü öz tövhid, qüdrət və hikmətimizin iki nişanəsi etdik. Beləliklə gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz aydınlıqda Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz, işləmək və qazanc əldə etməklə məşğul olasınız və həmçinin gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsilə illərin sayını və hesabı, işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını biləsiniz. Biz hər bir şeyi
ona münasib təfsilatı ilə izah etmişik. وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا. Hər bir insanın əməlinin qeybdən onun üçün qərarı alınaraq tərəfinə uçmuş, gözəl və ya uğursuz taleyini boyunduruq kimi onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün açıq şəkildə görəcəyi bir yazı çıxararıq. اقرأ كتابك كفى بنفسك اليوم عليك حسيبا. Ona deyilər, öz qəlb və bədəninin əməl kitabını oxu. Bugün sən özünün əməllərinin hesabını aparmaq üçün kifayətsən. من اهتدى فإنما يهتدي لنفسه ومن ضل فإنما يضل عليها ولا تزر وازرة وزر أخرى وما كنا معذبين حتى نبعث رسولا. Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanını azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz dünyada heç bir millətə onları oyatmaq üçün bir peyğəmbər göndərməyincə köklərini kəsəcək əzab verməmişik. وَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَ فِيهَا فَفَسَقُوا فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا. Biz hər hansı bir cəmiyyəti azğınlıqlarına görə həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına, qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itayət etmələrini əmr edərik, yaxud onların dünyadakı imkanlarını artırarıq. Belə olduqda, onlar həmin mühitdə Allaha qarşı itayətsizlik edərlər və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar. Beləliklə, bizim azğınları məhv etməkdən ibarət qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik. وَكَمْ أَهْلَكْنَا مِنَ الْقُرُونِ مِنْ بَعْدِ نُوحٍ وَكَفَى بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا بَصِيرًا. Nuhdan sonra Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin öz bəndələrinin günahlarını onlara uyğun cəza verməsi üçün bilməsi və görməsi kifayətdir. مَنْ كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاءُ لِمَنْ نُرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلَاهَا مَذْمُومًا مَدْحُورًا. Kim yalnız bu ötəri nəqdi, dünyanı istəsə, biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar. وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ كَانَ سَعْيُهُمْ
مشكورا. Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır. كلا نمد هؤلاء وهؤلاء من عطاء ربك وما كان عطاء ربك محظورا. Bunların və onların, axirət və dünya istəyənlərin hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla bir kəsə qadağan olunmamışdır. Dünyada bütün mənəvi və maddi nemətlər, mömin və ya kafir olmasından asılı olmayaraq, bütün insanların ixtiyarında qoyulmuşdur. انظر كيف فضلنا بعضهم على بعض وللآخرة أكبر درجات وأكبر تفضيلا. Bax gör, maddi və mənəvi nemətlər baxımından onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür. لا تجعل مع الله إلها آخر فتقعد مذموما مخذولا. Allahla birlikdə əsla başqa bir məbud götürmə ki, mələklərin və salih insanların yanında qınanmış və Allahın yanında məzəmmət olunmuş, xar və köməksiz düşüb qalarsan. وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فلا تقل لهما أف ولا تنهرهما وقل لهما قولا كريما. Və Rəbbin ondan başqasına ibadət etməməyinizi və ata-anaya, öz valideynlərinizə yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr, onların zəhmət, yaxud sərt davranışları müqabilində narahatlığını biruzə vermə. Hətta onlara uf demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de. وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا. Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal, təvazökarlıq göstər və ey Rəbbim, körpəlikdə məni rəhmət üzündən tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm etdi. رَبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ إِن تَكُونُوا صَالِحِينَ فَإِنَّهُ كَانَ لِلْأَوَّابِينَ غَفُورًا. Rəbbiniz sizin ürəklərinizdə olanı, əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız, Allah qayıdanları mütləq bağışlayandır. وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا. Və qohumların haqqını, öz qohumlarının və Peyğəmbərinin qohumlarının haqqını və yoxsulun və yolda möhtac qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə. Malı haram yolda xərcləmə
və halal yolda xərcləməkdə həddini aşma. İnnel mubezzirine kanu ihvane'ş-şeyatin ve kâne'ş-şeytanu li rabbihi kafura. Həqiqətən, mallarını haram və batil yolda dağıdanlar, şeytanların qardaşları, dostları və tərəfdaşlarıdır. Və şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankör olub. وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاءَ رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلًا مَّيْسُورًا. Əgər əlin boş olduğuna görə və Rəbbin tərəfindən axtardığın rəhmət sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq ümidi ilə onlardan üç çevirməli olsan da, onlara yumşaq bir sözdür. وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَحْسُورًا. Və əlini bağlayıb boynuna qoyma. Vacibləri verməkdə xəsislik etmə və onu tamamilə də açma. Özün möhtac olacağın həddə qədər vermə ki, qınanmış və aciz halda düşüb qalarsan. İnne rabbeke yebsutur rizqa limen yeşâ'u ve yaqdir. İnnehu kâne bi'ibâdihi xabîran basîrâ. Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və istədiyi şəxs üçün də daraldar. Əlbəttə o həmişə öz bəndələrindən xəbərdar və onları görəndir. Onların fərdi və ictimai hallarını bilir. وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ نَحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ إِنَّ قَتْلَهُمْ كَانَ خِطَأً كَبِيرًا. Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən bizik. Həqiqətən onları öldürmək böyük günahdır. وَلَا تَقْرَبُوا الزِّنَا إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا. Və zinaya yaxınlaşmayın. Hətta onun üçün müqəddimə ola biləcək əməllərdən uzaq olun. Çünki o çox çirkin bir əməl və cəmiyyətin pozulması və onun mənəviyyatsızlığı ilə nəticələnən pis bir yoldur. وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَمَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِفْ فِي الْقَتْلِ إِنَّهُ كَانَ مَنْصُورًا. Və Allahın bütün şəriyyətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini haram buyurduğu canı, qisas, dindən dönmə və şəri hədlər kimi haqq əsaslar istisna olmaqla öldürməyin. Biz məzlumcasına haqsız yerə öldürülmüş şəxsin qəyyumuna hökmranlıq, qisas almaq, qan bahası almaq və yaxud bağışlamaq ixtiyarı vermişik. Beləliklə, o öldürmək zamanı həddi aşmamalıdır, işgəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir. Çünki ona bu hökmün çıxarılması ilə kömək olunmuşdur və qisas alınan şəxs də məhkumiyyətdən artıq cəzalandırılmamaq barəsində bizim köməyimiz altındadır.
ولا تقربوا مال اليتيم إلا بالتي هي أحسن حتى يبلغ أشده وأوفوا بالعهد إن العهد كان مسؤولا. Və yetimin malına gözəl bir tərzdə olan, şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan istisna olmaqla, o yetim həddi buluğa çatana, onun cismi və əqli qüvvələri zahir olana kimi yaxınlaşmayın, heç cür toxunmayın və əhd-i peymanınıza, istər Allahın sizlə olan əhd-i peymanı olsun, istər sizin Allahla olan əhd-i peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-i peymanınız vəfa edin. Həqiqətən qiyamət günü peymandan soruşulacaqdır. Peyman sahibindən ya canlandırılaraq peymanın özündən soruşacaqlar. وَأَوْفُوا الْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا. Və hər hansı bir malı verəndə və ya alanda ölçən zaman ölçü qabını doldurun və həmçinin düzgün tərəzi ilə çəkin ki, bu ölçü və çəkidə xəyanət etməmək ağıl baxımından xeyirdir və cəmiyyətin etimadının qorunması baxımından onun sonu və nəticəsi daha gözəldir. وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مسؤولا. Etiqad, danışıq və əməldə bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır. İnsandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır. وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الْأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولًا. Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən nə qədər qüvvətli olsan da, heç vaxt öz addımlarınla yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən. Kullu zâlike kâne seyyi'uhu 'inde rabbike mekruha. Bunların sadalanan bu 23 işin hamısının pisi və fəsadı olanı sənin Rəbbinin yanında bəyənilməzdi və Allahın onları bəyənməməsi onların haram olmaları deməkdir. ذَلِكَ مِمَّا أَوْحَى إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتُلْقَى فِي جَهَنَّمَ مَلُومًا مَدْحُورًا. Bu 20 neçə vacib və haram xislət Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir, şəriət hökmləri və əqli qanunlardandır. Və Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, Allah və vicdan tərəfindən qınanmış və yaxşıların zümrəsindən qovulmuş halda cəhənnəmə atılarsın. أَفَأَصْفَاكُمْ رَبُّكُمْ بِالْبَنِينَ وَاتَّخَذَ مِنَ الْمَلَائِكَةِ إِنَاثًا إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًا. Məyər Rəbbiniz sizi oğullarla, oğlanları verməklə seçmiş və özü övladlığa, mələklərdən qızlar götürmüşdür. Həqiqətən siz Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə
yekə-yekə danışırsınız. وَلَقَدْ صَرَّفْنَا فِي هَذَا الْقُرْآنِ لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا. Həqiqətən biz bu Qur'anda onların xatırlamaları və öyüd nəsihət almaları üçün Allahın tövhidi, şərikinin olmaması və digər məsələlər barəsində müxtəlif açıqlamalar gətirdik. Lakin bu onlarda nifrət və uzaqlaşmaqdan başqa bir şey artırmır. قُلْ لَوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَابْتَغَوْا إِلَى ذِي الْعَرْشِ سَبِيلًا. De, əgər onların dediyi kimi Allahla birgə başqa məbudlar da olsaydı, onda onlar qalib gəlib onu aradan götürmək və ya onun mülkündə şərik olmaq və yaxud heç olmasa onun dərgahına yaxın olmaq üçün mütləq ərşin sahibi olan Allaha bir yol axtarardılar. سبحانه وتعالى عما يقولون علوا كبيرا. Allah onların dediklərindən pakdır və uca, çox ucadır. تسبح له السماوات السبع والأرض ومن فيهن وإن من شيء إلا يسبح بحمده ولكن لا تفقهون تسبيحهم إنه كان حليما غفورا. 7 göy, yer və onlarda olan hər bir kəs onu pak sifətlərlə məth edir və cansız təbiyyət, bitkilər aləmi, heyvanlar və onlardan üstün elə bir şey yoxdur ki, adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını tərifləyərək onu pak sifətlərlə məth etməsin. Çünki hər bir məxluqun vücudu onun vücuduna, mümkün olması onun vacibliyinə, hadisliyi, sonradan yaranması onun qədimliyinə, elə əzəldən həmişə olmasına, naqisliyi onun kəmalına və məhdudluğu onun qeyri-məhdud olmasına dəlalət edir. Və lakin siz onların həmin mədhini başa düşmürsünüz. Dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır. Həqiqətən o, həlim və bağışlayandır. Başa düşməyiniz üçün sizə möhlət verir. Əgər başa düşməsəniz, bağışlayır. وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَسْتُورًا. Qur'an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik. Onların rəzil əxlaqı, itaətsizlikləri və küfürləri görünməz bir pərdədir və onların Qur'an marifinə diqqət yetirmələrinə mane olur. وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَى أَدْبَارِهِمْ نُفُورًا. Və küfürlərinin cəzası olaraq onların qəlblərinə onu, Qur'anı başa düşməmələri üçün qürur, mal və məqam məhəbbətindən ibarət örtüklər çəkmişik və qulaqlarında bir ağırlıq qoymuşuq. Və Qur'anda Rəbbinin birliyini yad etdiyin zaman nifrətlə arxa çevirirlər. نحن أعلم بما يستمعون به إذ يستمعون إليك وإذ هم نجوى إذ يقول الظالمون
إذ يقول الظالمون إن تتبعون إلا رجلا مسحورا. Biz, onlar istehza və məsxərə üçün sənə qulaq asan zaman, sənin nə məqsədlə dinlədiklərini, həmçinin bu zalimların bir-birlərinə, siz yalnız ovsunlanmış bir kişiyə tabi olursunuz deyən zaman, onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik. انظر كيف ضربوا لك الأمثال فضلوا فلا يستطيعون سبيلا. Gör sənə şair, sehirbaz, kahin, divanə və ofsunlanmış kimi necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və haqqa tərəf gedən heç bir yolu tapmağa və onunla getməyə qüdrətləri yoxdur. وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا. Və dedilər, məyər biz bir ovuc sümüklər və çürümüş üzvlər olduğumuz zaman yeni bir məxluq surətində dirildiləcəyik? قُلْ كُونُوا حِجَارَةً أَوْ حَدِيدًا. De, siz istəyirsiniz daş olun, yaxud dəmir. أَوْ خَلْقًا مِّمَّا يَكْبُرُ فِي صُدُورِكُمْ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا قُلِ الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُؤُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ قُلْ عَسَىٰ أَن يَكُونَ قَرِيبًا. Ya zehinlərinizdə möhkəmlik və həyat qəbul etməmək baxımından böyük görünən hər hansı bir məxluq, Allah ona yenə ruh verib dirildəcəkdir. Onlar tezliklə, bizi yeni həyata kim qaytaracaqdır deyəcəklər. De, sizi ilk dəfə yoxluqdan var edən, onda dərhal təəccüb və istehza ilə başlarını sənə tərəf uzadıb buluyar və bu dirilmə nə vaxt olacaqdır deyərlər. De, ümid var ki, yaxın olsun. يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا. O günkü sizin bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə çağıracaq, beləliklə siz bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və bərzəx ruhlarının onlara daxil olması ilə ona sitayiş edən halda onun dəvətinə cavab verəcək və əmrini yerinə yetirəcəksiniz. Və həmin vaxt dünyada və bərzəx aləmində yalnız az bir zaman qaldığınızı güman edərsiniz. Dünya və bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir. وَقُلْ لِعِبَادِي يَقُولُوا الَّتِي هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنزَغُ بَيْنَهُمْ إِنَّ الشَّيْطَانَ كَانَ لِلْإِنسَانِ عَدُوًّا مُّبِينًا. Və mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər. Hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər. Həqiqətən şeytan, fəsad yaradan sözlərin vasitəsilə onların arasını vurur. Çünki şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur və indi də belədir.
ربكم أعلم بكم إن يشأ يرحمكم أو إن يشأ يعذبكم وما أرسلناك عليهم وكيلا. Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə, xeyir əməllərinizə görə və ya öz geniş rəhmətinin əsasında sizə rəhm edər, yaxud əgər istəsə, layiq olduğunuza görə sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik. Sənin vəzifən, tapşırılan ilahi vəzifəni çatdırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir. وَرَبُّكَ أَعْلَمُ بِمَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْضٍ وَآتَيْنَا دَاوُودَ زَبُورًا. Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, biz peyğəmbərlərin bəzisini elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda bəzisindən üstün etdik və Davuda zəbur verdik. قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُم مِّن دُونِهِ فَلَا يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنكُمْ وَلَا تَحْوِيلًا. De, barələrində Allahlıq gümanında olduğunuz, ondan, Allahdan qeyrilərini, bütləri, mələkləri, Məsihi və digərlərini çağırın. Onda görəcəksiniz ki, sizdən əsla nə bir zərər ziyanı dəf etməyə malikdilər, nə də onu başqasına yönəltməyə qadirdilər. أولئك الذين يدعون يبتغون إلى ربهم الوسيلة أيهم أقرب ويرجون رحمته ويخافون عذابه إن عذاب ربك كان محذورا. Bu kafirlərin Tanrı kimi çağırdıqlarının özləri, hansının Allaha daha yaxın olmasını bilmək üçün öz Rəbbinə bir vasitə axtarır, onun rəhmətinə ümid bəsləyir və onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir. وَإِن مِّن قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا كَانَ ذَلِكَ فِي الْكِتَابِ مَسْطُورًا. Biz qiyamət günündən qabaq hər bir azğın cəmiyyəti öz cari qayda qanunlarımıza uyğun olaraq ümumi bir ölümlə həlak edəcək və ya şiddətli bir əzaba, qıtlığa, vəbaya və digər xəstəliklərə düçar edəcəyik. Və ya qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın. Bizim bu üsulumuz əzəli elmə əsasən Lövh-i Məhfuz kitabında yazılmışdır. وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالْآيَاتِ إِلَّا أَن كَذَّبَ بِهَا الْأَوَّلُونَ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا بِهَا وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا تَخْوِيفًا. Möcüzələri, Qüreyşin istədikləri möcüzələri göndərməyə bizə yalnız keçmişdəkilərin onları təksib etmələri
və əzaba layiq olmaları mane oldu. Və bunlar da təbiyyətcə onlara oxşar olduqları üçün biz bunlara möhlət vermək istəyirik. Və Səmud qövmünə aşkarcasına dəvə möcüzəsini verdik. Beləliklə onlar onunla dəvəni öldürməklə ona və özlərinə zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk. وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ وَمَا جَعَلْنَا الرُّؤْيَا الَّتِي أَرَيْنَاكَ إِلَّا فِتْنَةً لِلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَانًا كَبِيرًا. Və yada sal o zamanı ki, sənə həqiqətən sənin Rəbbin insanları elm və qüdrət baxımından əhatə etmişdir. Buna görə də qəm yemə və öz işində möhkəm ol dedik. Və biz sənə meymunların sənin minbərindən yuxarı çıxmalarını göstərdiyimiz o yuxunu və Qur'anda lənətlənmiş o ağacı, xəbis Bəni Ümeyyə ağacını insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin bu, onlarda böyük itaatsizlikdən başqa bir şey artırmır. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا. Və yada sal o zamanı ki, mələklərə Adəmə səcdə edin dedik. Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdi. O, palçıqdan yaratdığım bir kəsə səcdə edim, dedi. قَالَ أَرَأَيْتَكَ هَذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَى يَوْمِ الْقِيَامَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إِلَّا قَلِيلًا. Sonra dedi, mənə de görüm, məndən üstün və şərafətli etdiyim bu kəs nə üçün belə olmuşdur? And olsun ki, əgər mənə onun nəslinin həyatının sonu olan qiyamət gününə dəy möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracam və doğru yoldan azdıracam. قَالَ اذْهَبْ فَمَنْ تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَاؤُكُمْ جَزَاءً مَوْفُورًا. Allah buyurdu, uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca get. Onlardan kim sənə tabi olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan cəhənnəm sizin cəzanızdır. وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِمْ بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا. Və onlardan bacardığın kəsi öz səsinlə günaha tərəf təhrik et və onları itaatsizliklərə tərəf qovmaq üçün ordundakı öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar və onların mallarına və övladlarına şərik ol və hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində onlara vəd ver. Onlar bilməlidirlər ki, şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir. İnne ibadî leyse leke aleyhim sultan ve
وَكَفَى بِرَبِّكَ وَكِيلًا. Şübhəsiz sənin mənim itayətkar bəndələrim üzərində vəsvəsə etməkdən başqa heç bir hökmranlığın yoxdur və Rəbbinin öz bəndələrinin işlərinin vəkili olması kifayətdir. رَبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُوا مِنْ فَضْلِهِ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا. Sizin Rəbbiniz, onun lütf və ruzisindən arıyasınız deyə, gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiyyətini yumşaltmaqla gəmiləri dənizdə sizin xeyrinizə hərəkət etdirəndir. Çünki o, sizə qarşı həmişə mehribandır. وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّا إِيَّاهُ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ وَكَانَ الْإِنسَانُ كَفُورًا. Dənizdə sizə suda batmaq qorxusunun yaranmasına səbəb olan bir çətinlik və müsibət üz verən zaman, ondan başqa ibadət üçün çağırdıqlarınızın hamısı fikrinizdən itər, diqqətiniz yalnız ona yönələr. Sizə nicat verib quruya çıxaranda isə ondan üz döndərərsiniz. İnsan həmişə çox nankordur. أَفَأَمِنْتُمْ أَنْ يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا لَكُمْ وَكِيلًا. Belə isə, məyər dənizdən çıxdıqdan sonra sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz? Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil də tapmazsınız. أَمْ أَمِنْتُمْ أَنْ يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَى فيرسل عليكم قاصفا من الريح فيغرقكم بما كفرتم ثم لا تجدوا لكم علينا به تبيعا. Yoxsa sizi yenidən ora, dənizə qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək, küfrünüzün cəzası olaraq sizi batırmasından xatircəmsiniz? Bunu etdikdən sonra bu işimizin müqabilində özünüz üçün bizə qarşı bu işlərin arxasınca düşən bir kəs də tapmazsınız. وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ ورزقناهم من الطيبات وفضلناهم على كثير ممن خلقنا تفضيلا. Həqiqətən biz Adəm övladlarına maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla kəramət və şərafət bəxş etdik. Onları quruda və dənizdə hər birinə münasib miniklərə mindirdik. Onlara müxtəlif paklardan, təbiyyətlərinə uyğun olan şeylərdən ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan, canlılardan, cinlərdən və mələklərin bir çoxundan tam üstün etdik. يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُولَئِكَ
أولئك يقرؤون كتابهم ولا يظلمون فتيلا. Yada sal o günü ki, əməl kitabını almaq üçün insanların hər bir dəstəsini tabi olduqları öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, əməl kitabları sağ əllərinə verilən kəslər öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz. Nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar. وَمَنْ كَانَ فِي هَذِهِ أَعْمَى فَهُوَ فِي الْآخِرَةِ أَعْمَى وَأَضَلُّ سَبِيلًا. Qəlbi bu dünyada kör olan kəs, ahirətdə də kördür və o səadət yolunu çox azmışdır. وَإِنْ كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ وَإِذًا لَاتَّخَذُوكَ خَلِيلًا. Həqiqətən, az qalmışdı müşriklər sənə vəhy etdiyimizdən başqa şeyi yalandan bizə isnad etməyin və bütləri tərifləməyin üçün səni vəhy etdiyimizdən, tövhiddən və dinin əməl üslubundan döndərsinlər və onda belə olacağı təqdirdə səni mütləq özlərinə dost götürərdilər. وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا. Və əgər səni məsumluq məqamı və mələklərin mühafizəsi ilə möhkəm və sabit qədəm etməsəydik, həqiqətən az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən. إِذًا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا. Əgər elə olsaydı, onda biz sənə 2 qat dünya əzabı və 2 qat axirət əzabı, dünyada və axirətdə həmin günaha görə başqalarına verilən əzabın 2 qatını daddırardıq, sonra bizim qarşımızda özünə bir köməkçi tapmazdın. وَإِنْ كَادُوا لَيَسْتَفِزُّونَكَ مِنَ الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا وَإِذًا لَا يَلْبَثُونَ خِلَافَكَ إِلَّا قَلِيلًا. Və həqiqətən az qalmışdı ki, səni bu ayənin nazil olmasından qabaq Məkkə torpağından çıxartmaq üçün təhrik etsinlər. Əgər elə olsaydı, səndən sonra onlar da orada yalnız az bir müddət qalardılar. Necə ki, o həzrəti çıxartdıqdan 1 il sonra Bədr müharibəsində öldürüldülər və Məkkə torpağına qayıtmadılar. سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِنْ رُسُلِنَا وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا. Budur, bizim səndən qabaq göndərdiyimiz peyğəmbərlərimizin barəsində olan qayda və yolumuz ki, onların ümmətlərindən bu cür itaətsizlik və azğınlıqların baş verməsinin ardınca tez bir zamanda həlak edilirdilər. Sən bizim cari qayda qanunlarımızda əsla bir dəyişiklik tapmazsan. أقم الصلاة لدلوك الشمس إلى غسق الليل وقرآن الفجر إن قرآن الفجر كان مشهودا. Namazı, gündəlik vacib namazların 4-ünü, zöhr, əsr, məğrib və işa namazlarını və onların 22 rəkət nafilələrini günəşin hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına, gecə yarısına qədər qıl və həmçinin sübh namazını və onun nafiləsini də qıl.
Həqiqətən sübh namazı gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün müşahidə olunur. وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا. Və gecənin bir hissəsini onun üçün, yalnız sənə əlavə bir vəzifə olan Qur'an oxumaq və gecə nafiləsini qılmaq üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama, şəfaət məqamına qaldırsın. وَقُلْ رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِن لَّدُنكَ سُلْطَانًا نَصِيرًا. Və de, ey Rəbbim, məni hər bir işin icrasına haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və öz tərəfindən mənə sənin tərəfindən kömək edilmiş və işlərimdə mənə kömək edən bir hökmranlıq ver. وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. Və de, haqq gəldi və batil məhv oldu. Həqiqətən batil həmişə məhvə məhkumdur. Küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir. وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا. Biz Qur'andan möminlər üçün mənəvi və ictimai xəstəliklərə şəfa və rəhmət olan şeyi nazil edirik və o zalimlara ruhi və ictimai ziyandan başqa bir şey artırmır. وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ كَانَ يَئُوسًا. İnsana sağlamlıq, mal və məqam neməti bəxş edəndə o üz döndərər və özünü bizdən uzaqlaşdırar. Ona xəstəlik və yoxsulluq kimi bir şər yetişəndə isə bərk naümid olar. قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًا. De, hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır. Çünki əməllərin mənşəyi insanın təbiyyəti və ya vərdişləridir. Lakin sizin Rəbbiniz saf təbiyyəti əsasında daha doğru yolda olanın halını daha yaxşı bilir. وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُم مِّنَ الْعِلْمِ إِلَّا قَلِيلًا. Səndən hər bir canlının həyat mənbəyi olan ruhun həqiqəti və sifətləri barəsində soruşurlar. De, ruh mənim Rəbbimin əmrindən meydana gəlmişdir və onun hər hansı bir canlıda qalması və yox olması da onun əmri ilədir. Və sizə elmdən, xüsusilə ruhun həqiqəti barəsində olan elmdən yalnız az bir miqdar verilmişdir. وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلًا. Əgər istəsək şübhəsiz, sənə əslində cəmiyyətin ruhu olan vəhy etdiyimizi aradan apararıq və zehn səhifən boş qalar. Sonra bizim müqabilimizdə onu geri almaq üçün bir vəkil tapa bilməzsən.
إلا رحمة من ربك إن فضله كان عليك كبيرا. Lakin sənə verilən Rəbbin tərəfindən bir rəhmətdir və geri alınası deyildir. Çünki doğrudan da onun sənə lütf və mərhəməti daim böyükdür. قل لئن اجتمعت الإنس والجن على أن يأتوا بمثل هذا القرآن لا يأتون بمثله ولو كان بعضهم لبعض ظهيرا. De, şübhəsiz, əgər insan və cin tayfası bu Qur'anın kəlimə və məna baxımından bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər. Çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır. وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ فَأَبَى أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا. Həqiqətən biz bu Qur'anda insanlar üçün təkrar və müxtəlif şəkillərdə hər məsəldən çəkdik. Lakin insanların çoxu inkar və nankorluqdan başqa bir şey istəmədilər. وَقَالُوا لَن نُّؤْمِنَ لَكَ حَتَّى تَفْجُرَ لَنَا مِنَ الْأَرْضِ يَنبُوعًا. Və müşriklər möcüzələrin müqabilində aciz qaldıqdan sonra tərslik üzündən qeyri-məntiqi bir təklif irəli sürərək dedilər: bizim üçün yerdən, Məkkə torpağından qaynayan və sabit bir bulaq çıxarıb axıtmayınca sənə əsla iman gətirmərik. أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خِلَالَهَا تَفْجِيرًا. Yaxud da sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan. أَوْ تُسْقِطَ السَّمَاءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللَّهِ وَالْمَلَائِكَةِ قَبِيلًا. Yaxud da göyü güman etdiyin və bizi onunla qorxutduğun kimi parça-parça bizim başımıza tökəsən və ya Allahı və mələkləri dəstə-dəstə bizim qarşımıza gətirəsən. أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِي السَّمَاءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَّقْرَؤُهُ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنتُ إِلَّا بَشَرًا رَّسُولًا. Yaxud da sənin qızıldan və rəngarəng zinət əşyalarından bir evin olsun, ya da göyə tərəf qalxasan və bizə oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına da əsla iman gətirmərik. De, mənim Rəbbim pak və nöqsansızdır. Kimsə onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz. Məyər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm? Peyğəmbərin hətta millət istəsə belə möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir. وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَى إِلَّا أَن قَالُوا أَبَعَثَ
بعث الله بشرا رسولا. İnsanlara hidayət, Peyğəmbərin və Qur'anın dəvəti gələn zaman onların iman gətirmələrinə yalnız Allah Peyğəmbərliyə bəşər göndərib demələri mane oldu. Belə ki, onların əqidələrinə görə Peyğəmbər mələklərdən olmalıydı. قل لو كان في الأرض ملائكة يمشون مطمئنين لنزلنا عليهم من السماء ملكا رسولا. De, əgər yer üzündə arxayın hərəkət edənlər, Allah xofu olmayan və Peyğəmbərlərin göndərilməsinə möhtac mələklər olsaydı, göydən onlar üçün Peyğəmbərliyə mütləq bir mələk nazil edərdik. Çünki yer əhli göydən hidayət olunmalı və Peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır. قل كفى بالله شهيدا بيني وبينكم إنه كان بعباده خبيرا بصيرا. Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra, de, Allahın cəza günü mənim onun Peyğəmbəri olmağıma və Peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz O, həmişə bəndələrindən xəbərdardır və onları görəndir. وَمَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ وَمَنْ يُضْلِلْ فَلَنْ تَجِدَ لَهُمْ أَوْلِيَاءَ مِنْ دُونِهِ وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَى وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا مَأْوَاهُمْ جَهَنَّمُ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا. Allah kimi hidayət etsə, odur əsl doğru yolda olan və kimi öz azğınlığında boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kör, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik. Onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər. Onların yeri cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq. ذَلِكَ جَزَاؤُهُمْ بِأَنَّهُمْ كَفَرُوا بِآيَاتِنَا وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا. Bu əzab bizim ayə və nişanələrimizə küfr etdiklərinə və biz bir ovuc sümük və çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik dediklərinə görə onların cəzasıdır. أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ قادر على أن يخلق مثلهم وجعل لهم أجلا لا ريب فيه فأبى الظالمون إلا كفورا. Məyər onlar göyləri və yeri yaradan Allahın, onların dünyadakı cisimləri kimisini ahirətdə də yaratmağa və onların eyni ilə bərzəx ruhunu ora daxil etməyə qadir olduğunu və həmçinin onlar üçün dünya həyatında və qiyamət gününədək bərzəxdə barəsində heç bir şək şübhə olmayan
müəyyən bir müddət qoymasını bilmədilər. Lakin bu zalimlar inkar və küfürdən başqa hər bir şeydən boyun qaçırdılar. قل لو أنتم تملكون خزائن رحمة ربي إذا لأمسكتم خشية الإنفاق وكان الإنسان قتورا. De, əgər siz mənim Rəbbimin rəhmət xəzinələrinə malik olsaydınız, onda xərcləmək vasitəsilə xəzinələrin qurtarması qorxusundan mütləq xəsislik edərdiniz. İnsan zatı ehtiyac və yoxsulluq üzündən təbiyyətcə həmişə xəsisdir. وَلَقَدْ آتَيْنَا مُوسَى 9 آيَاتٍ بَيِّنَاتٍ فَاسْأَلْ بَنِي إِسْرَائِيلَ إِذْ جَاءَهُمْ فَقَالَ لَهُ فِرْعَوْنُ إِنِّي لَأَظُنُّكَ يَا مُوسَى مَسْحُورًا. Həqiqətən Musaya tövhidin və onun peyğəmbərliyinin isbatı üçün 9 aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından Musanın möcüzələrlə onların yanına gəldiyi zamanı soruş. Firon möcüzələri müşahidə edərək ona dedi: Ey Musa, şübhəsiz mən səni ofsunlanmış zənn edirəm. قال لقد علمت ما أنزل هؤلاء إلا رب السماوات والأرض بصائر وإني لأظنك يا فرعون مثبورا. Musa dedi: Şübhəsiz sən bilirsən ki, bu möcüzələri aydın dəlillər olmaq üçün yalnız göylərin və yerin Rəbbi nazil etmişdir. Və əlbəttə ey Firon, mən səni artıq həlak olmuş sanıram. فأراد أن يستفزهم من الأرض فأغرقناه ومن معه جميعا. Beləliklə, Firon onları öldürməklə, yer üzündən və ya sürgün etməklə Misir torpağından çıxartmaq qərarına gəldi. Belə olduqda, biz onu və onunla birlikdə olanların hamısını suda batırdıq. وَقُلْنَا مِنْ بَعْدِهِ لِبَنِي إِسْرَائِيلَ اسْكُنُوا الْأَرْضَ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا. Və ondan, Firondan sonra İsrail övladlarına dedik: Misir və Şam torpağında məskunlaşın. Beləliklə, axirət vədəsi yetişəndə sizin hamınızı birlikdə məhşər səhnəsinə gətirəcəyik və mühakimə yürüdülüb, hökm çıxarıldıqdan sonra ayıracağıq. وَبِالْحَقِّ أَنزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا. Bu Qur'anı haqq olaraq nazil etdik. Haqq olaraq da nazil oldu. Onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür. Nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır. Biz səni iman gətirənlər üçün yalnız müjdə verən və inkar edənləri qorxudan göndərmişik. İmamın vəzifələrindən olan icraya məmur və ya Allahın işlərindən olan cəzalandırmağa vəkil deyilsən. وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ
الناس على مكث ونزلناه تنزيلا. Biz bu Qur'anı sənə hissə-hissə və ayrı-ayrı oxuduq. Surə-surə və ayə-ayə nazil etdik. Və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və biz onu tədricən 23 il ərzində nazil etdik. قل آمنوا به أو لا تؤمنوا إن الذين أوتوا العلم من قبله إذا يتلى عليهم يخرون للأذقان سجدا. Müşriklərə de, bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz bu kitabın nazil olmasından qabaq elm verilmiş kəslər öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər. وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًا. Və deyirlər, pakdır bizim Rəbbimiz, həqiqətən Rəbbimizin vədi həmişə yerinə yetəndir. وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا. Və Allahın huzurunda ağlayaraq üzü üstə düşürlər və Qur'anı eşitmək və başa düşmək onlarda qəlblərində olan Allah xofu və itaətkarlığı artırır. قُلِ ادْعُوا اللَّهَ أَوْ ادْعُوا الرَّحْمَنَ أَيَّمَّا تَدْعُوا فَلَهُ الْأَسْمَاءُ الْحُسْنَى وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلًا. De, istəyirsiniz bütün kamilliklərə malik, vücudu vacib olan tək varlıq üçün qoyulmuş Allah adını çağırın, ya ona sifətləri baxımından qoyulmuş Rəhman adını çağırın. Hansı birini çağırsanız, bir pak zata işarədir. Çünki onun çox gözəl adları vardır ki, bəzisi onun zatına, bəzisi zatının sifətlərinə, bəzisi də işlərinin sifətlərinə dəlalət edir. Və namazlarını qışqırma həddində olan çox uca səslə qılma və çox yavaş da qılma ki, heç özün eşitməyəsən. Və bu ikisinin arasında orta bir yol tut. Ucadan qılınan namazlarla yavaş qılınan namazların hər biri səsin əslinin aşkarcasına bilinməsi və bilinməməsi ilə bir-birlərindən fərqlənsin. وَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَلَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِّنَ الذُّلِّ وَكَبِّرْهُ تَكْبِيرًا. Yaxud namazların hamısını ucadan və ya yavaş qılma. Bunların ikisinin arasında bir yol tut. Bəzisini ucadan, bəzisini də yavaş qıl. Və de, bütün həmdlər övlad götürməmiş. Çünki övladın dünyaya gəlməsinin müqəddiməsi və dünyaya gəlməsindən sonra olan xeyirləri onun barəsində qeyri-mümkündür. Varlıq aləminə hakimiyyət və ona həqiqi sahiblikdə heç bir şəriki olmayan və qorxu, ehtiyac və zillət üzündən bir köməkçi, başçı və dostu olmayan Allaha məxsusdur. Və bütün namazlarda və hər bir halda təkbirdir. Onun böyüklüyünə tam etiqad bəslə və cəmiyyətdə imkanın qədər onu böyük tut.